Məsələn, mənə elə gəlir ki, vəsiyyət də bir mədəniyyətdir. Məsələn, Vəsiyyət. Vaxtında verirsən. sağ vaxtında verirsən. Hə, vəsiyyətlər. Mən bilirəm 100% həll olur. Bax, məsələn bir ingilis də can verir, eləmi? Oh my god. Ay, no. Yəni ingilis də deyilir məsələn bir-birinizlə müğayət olun, nə bilim nə incitməyin də bir-birinizi də nə. Hə, yuləm nə də ingilis də bilmirəm, hə. Ruslara gələndə, pожалуйста. Берегите себе, пусть меня не обижайте друг друга, надо mehriban olun falan be. Bizdə bax, Aslan Qarabağ zarıqlar. Hə. Mandalin ver. Bir mandalin nədir? Mandalin var. Da bir denədir, xeyr, ölürsən, mandalin. Hə, Aslan Qarabağ. Bax, görsən, abi, deyir ki, gəllər, fikrimdən görmüşəm, Asakal, ürəyin nə istəyir? Ürəyim, yaxınca qulağına deyim. Ürəyin nə istəyir? Sinəmi, bədənim əl vermir. Ürəyin nə böyle? Gəvrə deyim. İstəyirəm dağlara qalxam. Ay, ölürsən bir xeyri sözdəcinə. O banandan qalmadı. Sənin ağzına su girmir, o bananı hara soğukdan ağzına. Yəni, bunu nətər verəksə, yəni əzək verək, nətər əmizdirək, nətər eləyək sos qancısında uşaq kimi. İndi vəsiyyət elə də, nəsə bir vəsiyyət elə, bir xeyri söz də ginən, ki, ağsaqqal, bizim şey damda qızıl axtarır. O şey, qızıl deyirdin, dənəmdən qalıb, hara qoymuşsan, ha. Hə? Hemen öyle mi? Yok bil. Söhbəti fırladır ki, verməsin. Mən görüm ki, Asakal, ona deyirlər ki, nənəsindən qızıl qalıb, məhəldə gizlər, bu xain deyəni vermir də. Qızıl, mənə sən qurban olum. O qızıl deyirdin, qızıl məhəllədə basmışsan, onu hara qoymuşsan. Onu, İncil ağacı var ya, arxın qırağında. O deyir, bilmir. Sənin ayağın aktörüm, İncil ağacı. Dayandı. Ne oldu? Asakal. Alo, Asakal. Alo, bir danışım denəm mən ölürəm. Elə bir telefon süzək bunlar. Telefonla. Buna deyəcək səsin çıxmadı. Bir danışım denəm mən ölürəm. Qızılın yerində. Hayır, belə şey yoxdur. Qızıl axtarırsan, qazırsan incil ağacın cibini. Qazdıq. Hansı o? O ikinci ağac. Oranı qazırsan, küpə çıxacaq. Küfədən səndən sonra görəsən ki, deyərlə qızıl, mən ölürəm. Yenə vermədi, inanırsan. Yenə o qızılı verəmdə öl, başa düşdün. Asaq, nə oldu? Yox, ölürəm mən ölürəm. Deyirəm, gözən hər bir ölkədə deyirlər ki, bir də gelir Sibirə, duruqu, nə bilim. Özdə abi, gör ha. O, başqa ölkələrdə beçmiş müsəlman deyil ha. Deyir, məndən sonra mehriban olun, küsürlərdə barışsın. Qoy mənim ruhum, Rusda deyir ki, у меня дух, чтобы нормальный стал бы, пожалуйста. После меня, пожалуйста. Не переживай, бабуля, пожалуйста. A bizdə belli. Samayını küçük qovan kimi qapırlan qovar. Onu ölümək üstünə gəlmər. Onu qovun. Səlihlə qovalın, ağız. Mən öləndən sonra eşitsən, bilsən, bətər eşitə biləsən, sən ölürsən. Mənə acaq olsa, gəlif, yuxuda səni tıncıqdıracam, onu qapıya qoysan. Yuxuda, arvadın gəl tıncıqdıracam. Səni gəlib yuxuda tıncıqdıracam, eydi? Başımı qoyma gəl. Qoyma. İndi adam da var, görürsən ki, küsürüddə indi bu ölüb, bir şey eşitdi. Belə o görürsən ki, o çox nəsildə var, belə yekə, belə şarlar var. Belə, Sarbazanı belə deyir, King Kong kimi. Eşitdik görüb də, sənə gəl kimi götürürlər. Nə das, gəlmə, nə də? Qoymun, sən vəsiyyət el götürmə, onu vəsiyyətin pozan mərib biz. Oğlu görsən buradan çıxır, sən hara gəlsən, sana deyirəm gitməsin. Ona papazlar düşür yerə, qaydılar, o papamı götürürəm. Papamı götür, təzən qovarlar, daşdan atırlar ki, o da çıxır təzən, bayaqdan özünü öldürən belli. Cəhəri ölsün, cəhənnəmi ölsün, gəl Özdə tam yeriş doğdu beşsən, gəl ölsün, cəhənnəm ölsün. Amma ondan 5 dəqiqə qabaq
King Kong kimi gəlmişdi. Ay, saçını yoldun 5 metr. 10 dəqiqə səni qapıdan qovdular ki, vəsiyyət edib. Sönün dedim, zəhər olsun, zəhərlənmə olsun. Yəni, bunlar bizim dilimizdə, şəhidimiz olmaz. Ölürsən, ağsaqqal. Vəsiyyət elə ki, mən öləndən sonra mehriban olur. Qoy küsürlər barışsın. Deyir, samaniyeti qoban kimi qovun qapılara. Niyə? Yəni ki, insan bir ömür yaşayıb ölür, yenə elə necə gəlmişdi, elə də gedir. Xaraba qızının yerini demirsən, bir də gizlədirsən. Heç olmasa o küsürlər qobarırsın da. Niyə qobalatdın? Dəqiq. Öləndə belə olub, bax, belə olub. Bax, o əzlar, hərəyə bir cür görsənir də, yaxşı əməllə görə. Bu belədir, bax. Qoyma. Ona bir sən nə deyib əzlar? Sən ona deyib ki, ona görə dedi o ki, ölən adam deyərək qoyma. O bir də göstər, Bəyəm, kimsə gözəl görsənir. Yox, o necə, Əzrail ona necə elədi? O deyir, ona nəsə deyib. O bilib, onu şimdi görmürlər, o görüb də, o pərdasılar gözünə, o da bilib. Qoyma, nağaraq. Ona deyirdi ki, işini bilirlər, başa düşdün. Sən ki, qızını vermədin, özün mənim səni aparıb gör. Mən şəxsən Fəqanın idarə etdiyi toylarda olmuşam. Yəni, belə toy olmur da. Elə bir ki, başdan ayağa konsertdir. Dayı ilə bir zarafat, əmi ilə bir zarafat. Hamısı da çox xoşa gəlir. Yaxşı ki, varsa, insanların ürəyi açılır sən gəlişinə. Toy nə deməklər, toy şənlik deməkdir. Təbii ki, hər bir valideynsə ki, toy yadda qalan bir toy olsun. Onda da belə aparızlar var. Bəli. Hamı danış gülməlidir. Yeganə dözümsüzlüyü qaşqabaqlı gördüyü adamdır. İstəyir hamının üzü gülsün. Bundan gözəl nə var ki? İnşallah, sentyabrın 21-də ölkənin əsas səhnəsində Heydər Əliyev adına sarayda bizim əzizimiz Fəqanın stand-up'ı olacaq. Və bilin ki, hər qiymətdə var. Çox münasibdir də qiymətlər. Hər biriniz gəlib içdən, ürəkdən gülə bilərsiniz, əylənə bilərsiniz. Çünki Fəqan elə bir insandır ki, çox istəyər ki, hər kəsin üzündə yalnız gülüş olsun. Mütləq gedin, indidən gedin, etiketdən mütləq şəkildə biletləri alın. Çünki yerlər artıq azalır, məhdud olacaq, gedə bilməyəcəksiniz, hifzlənəcəksiniz. Odur ki, indidən tədbirinizi görün. Lap istəyirsiniz, yaxından ürəyiniz açılsın. Sentyabrın 21-də Heydər Əliyev adına sarayda olacaq. Bizim Fəqanın stand-up konsertinin anonsuna baxın, biz buradayıq. Mən həqiqətən bir söz deyim, bax, tam səmiyyətimdən deyirəm. Öz biletlərin qiymətini elə təmizləmişik. Hər kəsin cığına uyğundur, valla. Bəli, elə isə anonsumuz gəlsin. Gəlsin. Baxışa bax. Aktyor, şovmen, senarist, parodist, ifaçı Fəqan Məmmədov bir ilkə imza atdı. Xalqın sevimlisi olan Fəqan daha bir müjdəni verdi. 21 sentyabr ölkəmizin bir nömrəli sarayı Heydər Əliyev sarayında gülüş bombardımanı. Fəqan Məmmədovun təqdimatında stand-up show gəlir. Fəqan sevənlərinə üzünü tutub çağırış elədi. Heydər Əliyev adına sarayda sizləri stand-up konsert proqramına dəvət edirəm və bütün izləyicilərimə, bütün tamaşaçılarıma səslənirəm. Vallahi qırğın olacaq, qırğın. Elə bir mövzular var ki, balayıb, gülməkdən ağlayacaqsınız toba. Amma mən söz verirəm burada. Fəqan bəy, məni çağırmayasın, yeşbi oğlansan, ləyəqin olsun. 21 sentyabr ölkəmizin bir nömrəli sarayı Heydər Əliyev sarayında gülüş bombardımanı, stand-up show gəlir. Biletləri iTicket saytından əldə edə bilərsiniz. Tələsin, yerlər məhduddur. Bravo, qiymətlər əl çatandır, münasibdir. Hər qiymətə orada bilet var, gedib əldə eləyib, doyunca gülə bilərsiniz və mən adım kimi əminəm ki, milyonlarla baxış yığan Fəqan Məmmədovun stand-upları bundan sonra trilyonlar yığacaq. İnşallah. Hələ bu verilişdə nələr olacaq? Qırğınlar. Nə söhbətlərimiz var.